Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qaynanamın yanında olma qarşısında olmuşam. Türkiyədə yaşadığı üçün yanında ola, onunla yaşaya bilmədim. Məkanı cənnət olsun. Onun üçün indi də darıxaram. Mənim üçün dəyərli olub. Xəbər verilir ki, bu sözləri xalq artisti Gülyanıq Məmmədova qonaq canlı proqramında deyib. Müğənni mərhum qaynanasından danışır Kövrəli. İşi ilə bağlı bura gələ bilmirdi. Qaynanamı anam qədər istəmişəm. Məni dünyaya gətirən anamdan onu seçməmişəm. Mənim baş tacım, həyat yoldaşım onun övladı olub. Necə sevməyə bilərəm? Həm də gözəl insan olduğu üçün onu sevirdim. İşimlə bağlı gedə bilmirdim. Gedəndə də qayıtmaq istəmirdim. Ayrılanda ağlaya-ağlaya ayrılırdı. O qədər onu öpürdüm ki, elə oğul böyüdüb ki, mənim dəstəyimdir. Sənətçinin dəstəyi ailədən başlayır.